Bəzən bədənimizdə izah edə bilmədiyimiz ağrılar, şişkinlik, yorğunluq və halsızlıq olur. Həkim analizləri normal göstərsə belə, özümüzü tam yaxşı hiss etmirik. Bunun əsas səbəblərindən biri çox vaxt gizli iltihabdır. Bədən səssiz-səssiz yanır, amma biz bunu çox gec anlayırıq. Bu gün sizə bədəndəki iltihabı azaldan, ağrını və şişkinliyi yüngülləşdirən 7 təbii qida göstərəcəm. Bu qidaların çoxunu insanlar tanıyır, amma onların iltihab əleyhinə təsirini çox az adam bilir. Videonu sona qədər izləsəniz, gündəlik həyatınızda tətbiq edə biləcəyiniz kiçik dəyişikliklərin bədəninizə necə böyük rahatlıq gətirdiyini görəcəksiniz. Əgər belə faydalı məlumatların davamını görmək istəyirsinizsə, videonu bəyənin, kanala abunə olun və dəstəyinizi göstərin. Rəylərdə isə sizin üçün ən çətin olan iltihab əlamətini yazın. Bəlkə də həllini birlikdə taparıq. Zərdəçal. Bədəndəki iltihabı ən güclü azaldan ədviyyat. Zərdəçal əsrlərdir istifadə olunan, amma çox adamın tam gücünü bilmədiyi nadir ədviyyatlardandır. Onun bədəni sakitləşdirmə xüsusiyyəti çox yüksəkdir. Tərkibində olan təbii maddələr iltihabın yaranma prosesini zəiflədir və bədənin yanma hissini azaldır. Buna görə də zərdəçal həm oynaq ağrılarında, həm mədə şişkinliyində, həm də uzun müddət keçməyən halsızlıqda çox təsirlidir. Zərdəçalın ən gözəl tərəfi ondadır ki, həm ucuzdur, həm də gündəlik yeməklərə çox asan əlavə olunur. Səhərlər isti suya yarım çay qaşığı zərdəçal əlavə edib içmək bədənin daxildən sakitləşməsinə kömək edir. Yeməklərə, xüsusən də şorbaya və tərəvəz yeməklərinə qatanda həm dadı artır, həm də bədəni rahatlaşdırır. Daimi istifadə zamanı bədənin iltihab səviyyəsi aşağı düşür, yorğunluq azalır və insan özünü daha yüngül hiss edir. Zərdəçal uzun müddətli sağlamlıq üçün ən güclü təbii iltihab əleyhinə qidalardan biridir və gündəlik istifadə ilə təsiri daha da artır. Kətan toxumu. İltihabı sakitləşdirən təbii toxum. Kətan toxumu bədəndəki iltihabı azaltmaq üçün ən faydalı, amma çox az istifadə olunan qidalardan biridir. Onun tərkibində bədəni sakitləşdirən təbii yağlar və liflər var. Bu maddələr iltihabın artmasına səbəb olan zərərli hissəcikləri azaldır və toxumaların daha tez bərpa olunmasına kömək edir. Xüsusilə oynaqlarda ağrı, şişkinlik və bədəndəki gərginlik hissinə qarşı çox təsirlidir. Kətan toxumunun ən yaxşı tərəfi ondadır ki, həm ucuzdur, həm də gündəlik həyatda çox rahat istifadə olunur. Onu üyüdülmüş şəkildə qatığa, səhər yulafına, salatlara və ya hətta adi suya belə əlavə etmək mümkündür. Daimi istifadə zamanı bədən yüngülləşir, həzm sistemi yaxşılaşır və iltihab səbəbli yorğunluq azalır. Kətan toxumu həmçinin bədənin daxili balansını qoruyur. Onun tərkibindəki faydalı maddələr hüceyrələrin qorunmasına kömək edir və uzun müddətli iltihab riskini azaldır. Bu toxum kiçik görünə bilər, amma bədəni içərdən sakitləşdirən çox güclü təsirə malikdir. Qara çörək otu. Bədəndəki gizli iltihabı azaldan təbii toxum. Qara çörək otu xalq təbabətində həmişə dəyərli hesab olunur. Amma onun iltihabı bu qədər güclü azaltdığını çox adam bilmir. Bu kiçik toxumlar bədənin müdafiə sistemini gücləndirir və iltihabın yayılmasına səbəb olan zərərli maddələrin qarşısını alır. Xroniki yorğunluq, oynaq ağrısı, mədə şişkinliyi və tez-tez yaranan baş ağrıları çox vaxt gizli iltihabla bağlı olur. Qara çörək otu isə bütün bu prosesləri təbii şəkildə yumşaldır. Qara çörək otunun ən gözəl tərəfi ondadır ki, həm asan tapılır, həm də gündəlik istifadəsi çox rahatdır. Səhərlər bir çay qaşığı qara çörək otunu çeynəmək və ya yoğurtun üzərinə səpmək kifayət edir. Daimi istifadədə bədəndəki şişkinlik azalır, nəfəs alma yüngülləşir və insan özünü daha balanslı hiss edir. Çox kiçik görünməsinə baxmayaraq, qara çörək otu bədən üçün güclü təbii dəstəkdir. Onun tərkibindəki maddələr toxumaları qoruyur, iltihabın artmasına mane olur və uzunmüddətli rahatlıq təmin edir. Bu toxum həm gündəlik enerji verir, həm də bədənin daxili yanmasını sakitləşdirir. Qaysı, qurudulmuş ərik. Bədəni sakitləşdirən təbii enerji mənbəyi. Qaysı, xüsusən qurudulmuş formada, bədəndəki iltihabı azaltmaq üçün gözlənilməz dərəcədə təsirli bir qidadır. Onun tərkibində olan təbii maddələr toxumaların bərpasına kömək edir, əzələ və oynaq ağrılarını yüngülləşdirir. Xroniki yorğunluq, şişkinlik və halsızlıq hallarında qaysının təsiri çox tez hiss olunur. Çünki o, bədənin enerji səviyyəsini təbii şəkildə yüksəldir. Qurudulmuş ərik həm də orqanizmdə maye balansını qoruyur. Bu, şişkinliyin azalması və bədənin daha yüngül hiss etməsi üçün vacibdir. Hətta mədə və bağırsaq sistemində yaranan iltihabı belə yumşaldır. Rahat həzm prosesi yaradır. Buna görə qaysı gündəlik istifadə üçün çox uyğun, eyni zamanda çox faydalı qidadır. Qaysını səhər yeməyində, çayla birlikdə və ya ara yeməyi kimi istifadə etmək olar. 2-3 ədəd qaysı gün ərzində həm enerji verir, həm də iltihab səbəbli ağrıları azaldır. Üstəlik, tamamilə təbiidir və heç bir əlavə maddə olmadan belə güclü təsir göstərir. Sadə görünən bu meyvə bədəni içərdən sakitləşdirən, toxumaları qoruyan və iltihabın təsirini minimuma endirən əsl təbii dəstəkdir. Göyərti qarışığı, ispanaq artıq zəfəri. Bədəni təmizləyən və iltihabı azaldan yaşıl güc. İspanaq və cəfəri bədəndəki iltihabın azalmasında çox güclü rol oynayan iki əsas göyərtidir.
Bu bitkilərin tərkibində olan təbii maddələr hüceyrələri qoruyur, toxumaların bərpasını sürətləndirir və iltihabı yaradan prosesləri zəiflədir. Xüsusilə mədə şişkinliyi, oynaqlardakı ağırlıq və bədəndə qarın nahiyəsində olan yüngül ağrılar çox vaxt iltihabla bağlı olur və bu göyərtilərin davamlı istifadəsi həmin narahatlıqları əhəmiyyətli dərəcədə azaldır. Göyərtilər bədəni zərərli maddələrdən təmizləyən çox yaxşı lif mənbəyidir. Onların tərkibində olan təbii su və vitaminlər bədəni həm yüngülləşdirir, həm də gün ərzində daha enerjili saxlayır. Xüsusən cəfəri bədəndə yığılan mayeini azaldır. Bu da şişkinliyin azalmasına səbəb olur. Bu göyərtiləri salatlarda, smuzilərdə və ya adi yeməklərin içində istifadə etmək çox rahatdır. Axşam yeməklərində belə kiçik bir porsiya ispanaq və cəfəri qarışığı bədəni sakitləşdirir, həzmi yüngülləşdirir və iltihabın təsirini zəiflədir. Gündəlik olaraq bu iki göyərtini qəbul etmək bədən üçün həm təbii dəstək, həm də uzun müddətli rahatlıq mənbəyidir. Həm ucuzdur, həm əlçatandır, həm də iltihabı azaltmaqda çox təsirlidir. Zeytun və zeytun yağı. İltihabı azaldan ən güclü təbii yağ. Zeytun və zeytun yağı bədəndəki iltihabı azaltmaq üçün ən təsirli təbii qidalardan biridir. Onların tərkibində olan sağlam yağlar toxumaların daha rahat bərpa olunmasına kömək edir və iltihabın yayılma prosesini zəiflədir. Xroniki yorğunluq, oynaq ağrısı, tez-tez yaranan baş ağrısı və mədə şişkinliyi kimi problemlərin arxasında çox vaxt iltihab dayanır və zeytun yağı bu şikayətləri yüngülləşdirən çox güclü təsirə malikdir. Zeytun yağı bədəni daxildən sakitləşdirir və qan dövranını yaxşılaşdırır. Bu həm toxumaların daha tez yenilənməsinə, həm də bədənin gün ərzində daha enerjili qalmasına səbəb olur. Zeytunların özündə isə hüceyrələri qoruyan təbii maddələr var və onlar bədənin iltihab səbəbli şişkinliyini nəzərə çarpacaq dərəcədə azaldır. Zeytun yağını salatlarda istifadə etmək, yeməklərə xam halda əlavə etmək və ya səhər bir çay qaşığı qəbul etmək çox faydalıdır. Yaşıl zeytunu gündə 4-5 ədəd yemək toxumalara güclü dəstək verir. Sadə görünən bu təbii yağ və meyvə bədəni sakitləşdirir, iltihabı zəiflədir və uzun müddətli sağlamlıq üçün çox güclü qoruyucu təsir göstərir. Mərcimək. İltihabı azaldan ən güclü bitki qidalarından biri. Mərcimək çoxumuzun gündəlik yeməyində olur. Amma çox az adam bilir ki, bu sadə qida bədəndəki iltihabı azaltmaq baxımından son dərəcə təsirlidir. Onun tərkibində olan təbii bitki zülalları və liflər bədəndə iltihabın artmasına səbəb olan maddələri azaldır və toxumaların bərpa prosesini sürətləndirir. Xüsusilə oynaq ağrıları, əzələ yorğunluğu və uzun müddətli halsızlıq kimi şikayətlərdə mərciməyin təsiri çox tez hiss olunur. Mərcimək həm də bədəni uzun müddət tox saxlayır və qandakı şəkər səviyyəsinin balansda qalmasına kömək edir. Bu isə iltihabın artmasına təsir edən dalğalanmaların qarşısını alır. Bədənin stabilləşməsi, enerjinin yüksəlməsi və şişkinliyin azalması məhz mərciməyin davamlı istifadəsi ilə daha aydın görünür. Mərciməyi şorba, plov və ya salat formasında istifadə etmək çox rahatdır. Xüsusilə qırmızı mərcimək daha tez bişir, daha yüngül həzm olunur və bədəni qısa müddətdə rahatlaşdırır. Sadə və əlçatan qida olmasına baxmayaraq, mərcimək bədəni içərdən sakitləşdirən, iltihabı azaldan və uzun müddətli rahatlıq verən ən güclü bitki mənbələrindən biridir. Gördüyünüz kimi, bədəndəki iltihab çox fərqli əlamətlərlə özünü göstərsə də, onunla mübarizə aparmaq üçün həmişə ağır dərmanlara ehtiyac yoxdur. Təbiətin bizə verdiyi bu sadə 7 qida gündəlik həyata əlavə edildikdə həm şişkinliyi azaldır, həm ağrını yüngülləşdirir, həm də bədəni daha yüngül və balanslı hiss etdirir. Unutmayın, iltihab uzun müddət diqqətdən kənarda qaldıqda həm enerjini azaldır, həm də orqanlara əlavə yük yaradır. Kiçik və davamlı dəyişikliklər isə bədəni içərdən gücləndirir və daha sağlam həyat formalaşdırır. Əgər bu videodan fayda gördünüzsə, kanala abunə olun və videonu bəyənin. Dəstəyiniz bizim üçün çox önəmlidir. Sonda sizdən soruşmaq istəyirəm. Bu qidalardan hansını daha çox istifadə edirsiniz və təsirini hiss etmisinizmi? Rəylərdə yazın. Gəlin birlikdə müzakirə edək.